Arkadaş, material nə qədər keyfiyyətli olur olsun, o işin son taleyi işi icra edən ustanın texniki bilikləri və əl qabiliyyətindən asılıdır. Qardaş, niyə də belə olmasın ki, bu kimi iş prosedurları natamam iş prosedurları sayılır. Bax, aşırıları təqdim çox hava axını gələn yer var. Taxtaları görsənir. Taxtaların alt hissəsi işlənməyib. Yəni tərləmənin əsas səbəbi taxtaların altına ki hava keçir. Görürsünüz, biz ona görə hər zaman vurğulayırıq ki, görünən çerepitsa və profnastilin rekalarının hamısının üzəri işlənməlidir. İndi adam alır ki, güya ekonom eləyir ki, metalı vursun, taxta qalsın. Xeyr, elə də deyil. Görürsünüz, o taxta qalır reaksiyada artıq isti ilə soyuğun ortasında qalır. Yəni mərkəzində qalır, belə desək. O artıq nə olur? Başlayır orada tərləməyə. Alt hissəsindəki metal tərləyir, həmin o taxtanın üstündən verir. Sən deyirsən ki, mən orada boşluq saxlamamışam axı. Xeyr, sən taxtanı da zələs etməliydin ki, taxta mərkəzdə tərləmə vasitəsi olmasın. İndi keçək bərpa olunan yerə. Görürsünüzmü? Bərpa olunan yerlər bir dənə də olsun taxta buraxılmayıb, strapillərdən başqa. Yəni belə olmadığı halda mütləq tərləmə olacaq.